dedi. Mənə dua eləyin dedi və sonra duanı ibadət adlandırdı. Və bu duada da qəsd, çağırış, istək duasıdır. Qeybi duadır. Allah Subhanahu taalanın istəklərini sən Allahdan istəyirsən, hacətlərini sən Allahdan istəyirsən. Və sən də bu dua və zikir kitablarında gələn şeylərə deyirsən ki, problem yoxdur, şirk deyil. Amma taban indi niyə şirk deyil? İndi niyə şirk deyil? Mən sənə izah edeyim, niyə şirk deyil? Qaldı çağırış məsələsinə. Elə hər dəfə dua deyirsən, çağırış məsələsinə. Qardaşım, çağırış əgər dua məqsədi iləndirsə, Allahdan qeyrisini Allah kimi çağıracaqsansa, bəli, bu şirkdir. Allah kimisini soxmur. İstər. Allah kimisini soxmur. Dayan sözünü tutarsın da, bir dənə gözlə İbrahim, Bəhrəm, o sözünü tam başlayır danışmağa, sən kəsirsən. Belə olmazsa vaxt verək də ona. Qardaş, fikrim dəyişir, vallahi fikrim qarşı. Allah sözünü prosto deməyini mən deyirəm. Yox, gəl belə deyək də, gəlin sizə vaxt verək. Qoy danışsın. Vaxt ver olaraq bir-birinin sözünü kəsməsin. Qoy danışsın, danışma. Axı belə qulaq asmırıq tam axıra kimi. Mən qardaş deyirəm ki, istər ölü olsun, istər diri olsun. Əgər bir cahil Allah Subhanahu taaladan qeyrisin, Allah bilib çağıracaqsa, bu şirkdir. Bunun ölüyə, diriyə adiyyəti yoxdur. Yəni bu şirk, tövhid məsələsi deyildir. İstər diri olsun, istər ölü olsun. İstər büt olsun, istər büt olmasın. Allahdan qeyri istənilən bir şeyi Allah kimi çağıracaqsansa, inancında ilahlıq iddiası olacaqsa bu şirkdir. Qaldı ki, sənin gətirdiyin dəlili müzakirə eləməliyik. Qaldı ki, sənin gətirdiyin Allah yanında şəfaətçi ol və yaxud da ki, Allah yanında demir. Mənə şəfaətçi ol. Şəfaətçi ol sözündə heç bir şirk yoxdur. Nə üçün şirk yoxdur? Çünki, indi buna Quran-Kərimdən dəlillər gətirəcəm. Nə üçün şirk yoxdur? Çünki şəfaətçi sözünün özündə, Allah Subhanahu şəfaətçi deyə bir sifət yoxdur. Çünki şəfaətçi vasitəçi deməkdir. Allah kimdən kimin arasında bizə vasitəçi ola bilər ki? Hə. İndi Allah Teala Məryəm surəsində yalan deyirsən. Bax birincisi heç Məkkə müşrikləri belə bütlərə ibadət edəndə onları Allah bilib, Allah kimi çağırıb ibadət edirik deyirdilərmi? Yox, ibadət edirik deyirdilərmi? Mən sənin sözünü kəsmədim. Kəsdin də, ay Bəhrəm, kim danışırsan da mənim sözüm qardaş? Qulaq as, mən sənin sözünü kəsmədim. Belə şey olmur qardaş. Vallahi belə şey olmur. Allah kimi sözünü ora belə deyək də yaxşı mənada soxur. Ay mücahid sözümü kəsmə də qardaş. Qulaq as bir dəqiqə, bir dəqiqə sən mənim sözümü kəsib danışırsan. Vallahi kəsmədim. Danışdın da 2 dəqiqə danışdın, mən indi bir dəqiqə dayanın, ay qardaş, bir dəqiqə dayanın. Ay Munis, vaxt ver də bunlara. Qardaşım, vaxt ver. Belə danışan bilmir. Vaxt ehtiyac yoxdur da sözün. Ehtiyac var qardaş, mənasız olur. Qoy vaxt versin. Yox, tamamlamadım. Mən Bəhrəm tamamlamadım. Görsən deyir mən tamamlamadım, narazı qalır. Sən də deyirsən ki, mənim sözümü kəsirsən. Allah üçün də qardaş bu insaflı, şərəfli, şiəli budur ki, mən debat eləyəndə qarşımdakı şəxs yalan danışarsa, xata eləyərsə, mən onu bildirməliyəm ki, üstündən ötüb keçsin. Qardaş öz vaxtında bildir də, öz vaxtın ki girəcək. Bu deyir ki, Allah kimi. Bu da mən bayaqdan irad verir də mən danışanda, sözümü kəsir. Nə fərqi var ki? Belə yaxşı. Qoy vaxt versin, həmin vaxtın içində qardaş. Vaxt verəndə yaddan çıxır qardaş. Ən aşağı. Nə edirsən? Belə də olmur axı, söz kəsirsiniz. Belə bəhs olmur. Bəhs elə söz kəsilməlidir də. Bəhs nə deməkdir? Yaxşı, ay Bəhrəm, mücahid saxlayaq bəhsi. Yox, söhbəti yayındırmayaq. Allah kimi sözünü qoy bizə sözümü deyim sonra. Sən sözünü mən də sən sözünü kəsəcəm. Ay qardaş, əgər vaxt verilmirsə, nə deyəcəksən? Mənasız deyil, bu qədərdir. Sözümü yalan deyəndə, xata deyəndə kəsərsən. Sözümü yalan deyəndə kəsərsən. İbrahim, gəl bu eləmədiyim sözləri kəsəcəm. Ay qardaş, bir dəqiqə. Belə vaxt olmur axı, qoy vaxtını versin İbrahim. Ya da düşəyə çıxar gedək, belə bəhsi olmur. Munis hardadır? Munisi çağırın. Ay mücə, Allah kimiyə Muminin 117-dən oxusun da qutasını. Yox, ailələrə girməyək. Qardaş, ailələrə girməyək. Bunun gətirdiyi, ay Bəhrəm, ay Bəhrəm. Bizə qətəyən da ki, qoy irad verim, sonra danış da. Deyirəm Allah kimi sözünü ora şey eləmə də. Yəni Allah kimi Qurani-Kərimdə belə Allah kimi, Allah bilmək sözü yoxdur. Zaten Məkkə müşrikləri belə Allah bilmirdi o bütləri. İlah bilirdi, ilah bilirdi, amma Allah bilmirdi. Və la ilahe illallahın tərcüməsində Allahdan başqa Allah yoxdur da xatadır. Çünki zaten Məkkə müşrikləri kimi müşriklər belə Allahdan başqa Allah var deyə etiqad eləmirdilər. Allah kimi çağırarsa, Allah kimi belə eləyərsə sözünü ora soxma da. Zaten hamı bilir ki, Allah bilirdi də, ilah bilirdi də. Ay bir dəqiqə, ay qardaş, bir dəqiqə dayanın. Allah qəbul etsin. Vaxt ver də bunlara. Hərəsinə 3 dəqiqə ver. Məncə 3 dəqiqə. Problem yox. Çünki bir-birinin sözünü kəsin. Bəzən bir dənə Qəhrəman Əlivə qeydlərimi götür qardaş, düz deyir. Sonra sən öz iradını bildir. Buyur. Vaxtı İbrahimə ver. Birinci vaxtı İbrahimə ver. İbrahimə ver başlasın. Sonra. Bismillah. Bax qardaş. Tamam. Bax qardaş.
Zaten Allah Subhanahu taala Quran-ı Kərimdə Məkkə müşriklərinin Allahdan qeyrisini ilah etdiyini qeyd edir. Allah Taala deyir ki, onlar Allahdan qeyrisini ilah etmişdilər. Bu birinci məsələ. İkinci məsələdə Allahdan qeyrisinə ibadət etdiklərini özləri öz dilləri ilə iqrar edirlər. İndi onların ibadət formaları necə idi? Onlar necə ibadət edirdi? Bundan işimiz yoxdur. Amma Allah Taala açıq-aşkar deyir ki, onlar ilah qərar vermişdilər və ibadət edirdilər. Zaten bizim də dediyimiz budur ki, onlar Allahdan qeyrisin Allah kimi, ilah kimi, məbud kimi çağırırdılar. Çünki öz dilləri ilə iqrar edirdilər. Hansı Şiə alimi, hansı Şiə imamı deyir ki, Allah Subhanahu ve Taala'dan başqasını imam kimi, Allah kimi çağırmaq olar, caizdir. Belə bir şey yoxdur. Şiələr ittifaqla, icma ilə bunu rədd edir. Bu birinci məsələ. Qaldı şəfaət tələb eləmək məsələsinə. Allah Teala Məryəm surəsi 87-ci ayədə buyurur. Rəhmandan əhd alan kəslərdən baxın, bu insan bayaq öz dili ilə gətirdiyi dəlildə dedi ki, şəfaətçi ol sözü şirkdir. Mən deyirəm ki, bu yalandır. Açıq-aşkar. Niyə yalandır? Çünki Allah Teala Məryəm surəsi 87-də deyir ki, Allahdan əhd alan kəslərdən başqa kim şəfaət eləyə bilər? Kim şəfaət eləyə bilər? Bax, o şəfaətlə bu şəfaətin heç bir fərqi yoxdur. Niyə fərqi yoxdur? Çünki Allahdan qeyrisi şəfaət eləyə bilirsə, demək ki, bu şirk deyil. Əgər şirkdirsə, Allahdan qeyrisi ümumiyyətlə şəfaət eləyə bilinməz. Əgər şirkdirsə, niyə Allah Subhanahu taala deyir ki, Allahdan qeyrisi də şəfaət eləyə bilər? Ümumiyyətlə, Allaha şəfaət sifətini nisbət eləmək izindən söhbət getmir. Şəfaət sifətini nisbət eləmək doğru şey deyildir. Allah Teala Zuhruf surəsi 86-da da deyir. Haqqa şəhadət verən kəslərdən başqa heç kim şəfaət edə bilməz. Demək ki, haqqa şəhadət verən kəslər Sündülü Şiəli hamı ittifaq edib ki, Əli də, Həsən də, Hüseyn də, Cəfər də, Baqir də, bunlar haqqa şəhadət verən kişilərdir. Bunlar haqqa şəhadət veribsə, Allah Subhanahu taala bunlara haqqa şəhadət verən deyirsə, yox siz Əlini, Həsəni, Hüseyni müşrik, kafir bilirsinizsə, haqqa şəhadət verməyən bilirsinizsə, deyin bunu biz də bilək. Yox, əgər bilirsinizsə, Allah Taala özü deyir ki, bunlar şəfaətçi olacaq. Haqqa şəhadət verib bu kişilər. Yəni hələlik bu qədər.